Herkese salam, kanalıma ve yeni videoma her biriniz hoş gelmişsiniz. Sizleri yeniden kanalımda görmekten büyük memnunluk duyuram. Səhərdən evdə heç bir şey eləməmişdim. Sadəcə düşdüm ki, toyuq cücəni rahatlayım, yekunlaşdırım onların işlərini, sonra çıxım evdəki işləri görməyə. Buradan hələ ki yığışdırıb tutardım. Bu şey deməyin nədir? Paltarları da yığıb gətirmişəm. Günorta qatlayacağım inşallah. Belə yığışdırdım. Sadəcə yer toz soranlamadım. Çünki bacımın uşaqları bizdədir, yatıblar səhərdir. Ona görə hələ ki toz soranlamaq işini saxlayıram. O otağı da bitirəndən sonra keçdim zalı təmizləməyə. Daha sonra mətbəxi, o birisi otaqları hamısını çəkmədim. Çünki yanımda kiçik oğlum var idi. O da bəzən ağlayırdı, dalınca gəlib qucağıma çıxırdı. Mən də vaxtında normal kadrları çəkə bilmirdim. Ancaq çəkdiyim qədərini yenə də vloqa əlavə eləmişəm. Bu dəfə böyük oğlum evdə yox idi. Qaynanamla özü demiş oppalara getmişdi. Qaynanam sağ olsun, harasa gedəndə adətən böyük oğlumu əgər mümkündürsə özü ilə birlikdə aparır ki, mənə evdə iki uşaqla çox da çətin olmasın, işlərimi də rahat görə bilim. Səhər hələ indi açılmasına baxmayaraq, mənim burada bir dəstə qabım var. Onları da salam. Bunlar da hazır. Mətbəxdə də işim bitəndən sonra gördüm elə oğlumun da yuxusu gəlir. Onu gətirdim, qoydum beşikdə yatmağa. Özüm də paltarları qatladım. Bir yaşı olmasına baxmayaraq, əslində bir yaşı tamam olmayıb. 12-ci ayındadır. Amma yəni bu boyda olmasına baxmayaraq hələ də beşikdə yatmağı sevir. Beşikdən başqa bir yerdə çox da yaxşı yata bilmir. İndi vlogu editləyə baxıram ki, mən hər kadrda demək olar ki, fərqli paltardayım. İlk kadrlarda fərqli paltardaydım. İndi başqa, bundan sonraki kadrlarda da yenə fərqli paltarlarda olacağam. Buna səbəb odur ki, gün ərzində uşağı qucağıma alıram və yaxud da nəsə bir iş görürəm və üstüm batır. Tez-tez əynimi dəyişmək məcburiyyətində qalıram. Ona görə belə fərqli paltarlarda görürsünüz məni kadrlarda. Əslində bugünü vloglamağa başlayanda belə bir düşüncəm var idi ki, bütün günü axşama kimi vlog çəkim və uzun bir video paylaşım, təmizlik videosu kimi bir video paylaşım. Yəni həm həyatdan, həm evdən gördüyüm işləri. Ancaq mümkün olmadı, çünki günortadan sonra hava birdən-birə dəyişməyə başladı, buludlandı və yağış yağdı. Hətta o dərəcədə möhkəm yağış yağdı ki, bütün elektriklər getdi və biz bir gündən çox qaranlıqda qaldıq. Yəni həmin gecə işıq yanmadı. Bir də səhərsi gün günorta demək olar ki, işıq yandı. Növbəti gündən hər kəsə salam. Gedirik məktəbə. Qucağımda da gündəliyim, proqramım və bu kitabı aparıram. Bu kitabı oxuyub qutara bilmədim. Amma artıq ilin sonudur, aparıb verməliyəm, qaytarmalıyam. İndi burada gözləyirik summativləri almaq üçün. Summativlərim də gəldi, çıxdı, götürdüm. İnşallah bugün verəcəm uşaqlar yazsınlar ki, sabah da yoxlayıb artıq qiymətləri çıxarım. İlin son summativləridir, böyük summativlər və kiçik summativlər. Düzdür, uşaqlar görəndə o qədər də sevinməyəcəklər, amma olması məcburdur.
gedirəm evə, səsim nə dərəcədə gəlir bilmirəm. Kəndlərdə bu dəqiqə hər yerdə ot biçirlər. Çünki yağışlardan sonra hər tərəfi ot basıb, onları da biçmək, təmizləmək lazımdır. Əlimdə də bir dəstə kitab, dəftər və üstəlik də uşaqların verdiyi güllər. İcazə aldım. Oğlum bugün ilk dəfə bağçaya qoymuşuq, o da ağlayıb. Ona görə gedirik yoldaşımdan ora. İndi mən çıxacağım, yoldaşım da gəlib məni götürəcək inşallah. Hələ ki kəndin yollarını nisbətən özüm gedirəm asfalta çıxana qədər. Bu da kəndin yolları. İsti, günəşli hava. Kölgə də demək olar ki yoxdur. Ağaçlar olsa da hələ kölgə düşən vaxt deyil. Evə gəlib çatandan sonra yeməyimi yedim, biraz istirahət elədim. Düşdüm yenə də həyətdə işlərimi görməyə. Dünənki fırtınadan sonra hər tərəfdən yarpaqlar qırılıb tökülmüşdü. Fındıqları külək qırıb beləcə tökmüşdü yarpaqlarını. Onları yığışdırıb həyətin qabağından tulladım ki, həyətin qabağı təmiz görünsün. Videonun buralarına qədər gəlib çatmışsınızsa, deməli video sizə maraqlı gəlib və əgər maraqlıdırsa, videonu bəyənməyi və yorum yazmağı unutmayın. Eyni zamanda, əgər kanalıma birinci dəfə gəlirsinizsə və hələ də abunə deyilsinizsə, abunə olarsanız məni çox-çox sevindirərsiniz. Keçən dəfəki videodan sonra artıq abunəçilərin sayı 2000-i keçib və bu məni çox sevindirir, çox həvəsləndirir. Dəstəkləriniz üçün hər birinizə çox-çox təşəkkür edirəm. Və bir neçə videodur ki, adının çəkilməsini istəyən Nadia xanıma da əlavə sevgilərimi göndərirəm. Otlar toparlayıb qutarandan sonra da kiçik oğlumu da götürdüm, keçdim tərəvəzə. Yağışlar yağandan sonra tərəvəzdəki alaq otları böyümüşdü, ona görə bunları təmizləmək lazımdır. Əgər bunlar təmizlənməsə, tərəvəzin böyüməsinə mane olurlar. Bu işləri adətən əlcəklə görürlər, amma mən əlcəkdən istifadə edə bilmədiyimə görə əlimi çox vaxt belə otlar yandırır. Əlcəklə işləməyə öyrəşməmişəm, əlimə əlcək taxan kimi əllərim tərləməyə, narahat olmağa başlayır. Ona görə mən də məcburən artıq belə eləyirəm. Bugünlük də bu qədər. Videonu burada yekunlaşdırıram. Bura qədər izləyən hər kəsə çox-çox təşəkkürlərimi bildirirəm. Hər biriniz yaxşı ki varsınız. İnşallah növbəti videolarda yenidən kanalımda sizləri gözləyirəm.